Narın ən xeyirli hissəsi onun qabığıdır. Çünki tərkibindəki elastik asid sayəsində başda döş xərçəngi olmaqla bütün xərçəng növlərinə həm sağaldıcı, həm də əngəlləyici təsir göstərir. Nar qabığının bu özəlliyini Çin alimləri uzun müddət apardıqları elmi araşdırmalar ilə sübuta yetiriblər. Nar qabığının dəmlənməsi ürək üçün çox faydalıdır. Ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Xolesterolu azaldır. Ürək damar xəstələrinə daha çox fayda verir. Şəkərli diabet xəstələri üçün çox vacib olan beta hüceyrələrinin sayını artıraraq onlarda insulin rezervini və müqavimətini gücləndirir. Nar qabıqları dəmləməsi ishal zamanı daha yaxşı kömək edir. Bağırsaqları yığır, iltihabı azaldır. Bu dəmləməni uşaqlara da vermək olar. Nar qabığı dəmləməsi qurt qovucu təsirə malikdir. Bağırsaqlardakı parazitləri təmizləyir. Həm narın özü, həm də qabığının dəmlənməsi öskürək zamanı daha yaxşı kömək edir. Bu halda nar qabığı dəmlənməsini gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl içə bilərsiniz. Nar qabıqlarının dəmlənməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsir edir. İltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir. Pankreas, qida borusu, dəri, bağırsaq, prostat, döş xərçənglərində əks təsir yaradır. Ağız boşluğunda istənilən iltihab, yara və sar zamanı nar qabıqlarının dəmlənməsi çox yaxşı kömək edir. Damaqları möhkəmləndirir, qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişliyə iltihab zamanı, dişin çəkilməsindən sonra nar qabıqlarının dəmlənməsinə 1 çay qaşıq duz əlavə edin və qarqara edin. Və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın. Qurudulmuş nar qabığının tozunu 1 stəkan qaynanmış isti suya 1 çay qaşığı əlavə edin və 10 dəqiqə gözləyin. Dəm aldıqdan sonra onu gün ərzində için. Bu su sizi başda xərçəng, ürək və şəkər xəstəlikləri olmaqla bir çox xəstəlikdən qorumuş olacaq. Məşhur mahnıda deyildiyi kimi, meyvələrdən 3 meyvə var ki, 3-ü də yeməlidir. Biri alma, biri heyva, biri isə nardır. İndi başa düşdünüz ki, nəyə görə alma ilə heyvanı başqasına, narı isə özünə götürür. Odur ki, bundan sonra nar yedikdə qabıqlarını qətiyyən atmayın. Həm açıq havada, həm də sobada quruda bilərsiniz. Sonra isə qurumuş yarpaqları üyüdün və toz halında rahatlıqla istifadə edin. Onu da deyim ki, qəbizliyə meyilli olan şəxslər nardan az istifadə etsinlər. Çünki bağırsaqları yığır. Hamilə qadınlarda isə uşaqlığın daralmasına səbəb ola bilər. Bu səbəbdən ana olacaq xanımlar nardan istifadə zamanı bunu nəzərə alsınlar. Narın suyu, dənələri, çubuqları və hətta insana gözəllik verən nar çiçəkləri belə faydalıdır. Səhifəni ziyarət edib digər videolara baxın, dost tanışla paylaşın, bəyənin, şərhlər bölməsində fikirlərinizi yazın. Mənə hər tərəfli dəstək olun ki, mən də sizə faydalı məlumatlar hazırlayım. Sağ olun, salamat qalın.